Marketing mühiti ətrafınızdakı hər şeydir. Böyük, mürəkkəb və daim dəyişən bir dünyadır. Biznesdə uğur qazanmaq üçün bu mühiti və onun məhsul və xidmətlərinizə necə təsir etdiyini başa düşməlisiniz. Bunu bir puzzle kimi düşünün. Marketing mühiti bir çox müxtəlif hissələrdən ibarətdir. Bu hissələrə iqtisadiyyat, siyasət, texnologiya və mədəniyyət kimi şeylər daxildir. Bu hissələri başa düşdükdə, marketing kombinasiyanız haqqında daha yaxşı qərarlar verə bilərsiniz. Marketing kombinasiyası hədəf auditoriyanıza çatmaq üçün istifadə etdiyiniz vasitələr dəstidir. Bura məhsul, qiymət, yer və təşviqat daxildir. Marketing mühitini başa düşərək daha proaktiv və daha az reaktiv ola bilərsiniz. Dəyişiklikləri əvvəlcədən görə və strategiyalarınızı uyğun olaraq uyğunlaşdıra bilərsiniz. Bu, rəqabətdə irəlidə olmağınıza və biznes məqsədlərinizə çatmağınıza kömək edəcək. Makro mühit, şirkətə təsir göstərə biləcək daha böyük ictimai qüvvələri əhatə edir. Bu qüvvələr çox vaxt şirkətin nəzarətindən kənardır, lakin marketing strategiyalarını uyğunlaşdırmaq üçün onları başa düşmək vacibdir. İqtisadi amillər əsas təsirdir, çünki onlar istehlakçıların xərcləmə gücünü və ümumi iqtisadi sabitliyi müəyyən edir. Güclü iqtisadiyyat çox vaxt istehlakçıların inamının və xərclərinin artmasına səbəb olur. Tənəzzül isə əks təsir göstərə bilər. Siyasi və hüquqi amillər də əhəmiyyətlidir. Çünki dövlət qaydaları, ticarət müqavilələri və siyasi sabitlik hamısı biznes əməliyyatlarına təsir göstərə bilər. Məsələn, ithal tariflərində və ətraf mühit qaydalarında dəyişikliklər şirkətin xərclərinə və qiymət strategiyalarına təsir göstərə bilər. Sosial və mədəni amillər demoqrafiyanı, həyat tərzini, dəyərləri və münasibətləri əhatə edir. Bu amillər daim inkişaf edir. İstehlakçıların üstünlüklərinə və alış qərarlarına təsir göstərir. Şirkətlər sağlamlığa diqqət, ətraf mühit və texnologiyadan istifadə kimi sahələrdə dəyişən tendensiyalara uyğunlaşmalıdırlar. Sosial-iqtisadi mühit, sosial və iqtisadi amillər arasındakı qarşılıqlı təsiri araşdırır. Cəmiyyətdəki tendensiyaların və iqtisadi şəraitin bir-birinə necə təsir etdiyini və istehlakçı davranışını necə formalaşdırdığını araşdırır. Əsas aspektlərdən biri əhalinin artımı, yaş bölgüsü və məişət strukturu kimi amillər daxil olmaqla demoqrafik göstəricilərdir. Bu sahələrdəki dəyişikliklər yeni bazar imkanları yarada bilər və ya mövcud bazarların azalmasına səbəb ola bilər. Məsələn, yaşlanan əhali səhiyyə məhsul və xidmətlərinə tələbatın artmasına səbəb ola bilər. Həyat tərzi tendensiyaları da mühüm rol oynayır. İstehlakçılar getdikcə sağlamlıq və rifah, rahatlıq və təcrübələrə diqqət yetirirlər. Bu, üzgü qida, onlayn alış-veriş və fərdiləşdirilmiş xidmətlər kimi sənaye sahələrinin yüksəlişinə səbəb olub. Gəlir bölgüsü sosial-iqtisadi mühitin digər vacib elementidir. Varlılar və kasıblar arasındakı boşluğun genişlənməsi istehlakçıların xərclənmə vərdişlərinə təsir edə bilər və müxtəlif ehtiyac və istəkləri olan fərqli bazar segmentləri yarada bilər. Dördüncü bölmə xarici mikromühit, divarlardan kənar qüvvələr. Xarici mikromühit şirkətin müştərilərinə xidmət etmək qabiliyyətinə birbaşa təsir edən şirkətə yaxın qüvvələrə diqqət yetirir. Bu qüvvələrə təchizatçılar, müştərilər və rəqiblər daxildir ki, bunların hamısı şirkətin uğurunda mühüm rol oynayır. Təchizatçılar şirkətin mal və xidmətlərini istehsal etmək üçün lazım olan resursları təmin edir. Keyfiyyətli materialların davamlı tədarükünü təmin etmək üçün etibarlı təchizatçılarla güclü münasibətlər qurmaq vacibdir. Təchizat zəncirindəki hər hansı bir pozuntu, məsələn, qiymət artımı və ya çatışmazlıqlar, şirkətin əməliyyatlarına və gəlirliyinə birbaşa təsir göstərə bilər. Müştərilər hər hansı bir biznesin can damarıdır. Onların ehtiyaclarını, istəklərini və üstünlüklərini başa düşmək, hədəf auditoriyası ilə rezonans doğuran məhsul və xidmətlər hazırlamaq üçün çox vacibdir. Rəqiblər də əsas amildir. Onların güclü və zəif tərəflərini, məhsul təkliflərini və marketing strategiyalarını təhlil etmək, şirkətə özünü fərqləndirməyə və rəqabət üstünlüyü yaratmağa kömək edə bilər. 5-ci bölmə daxili mikromühit, daxilə baxış. Daxili mikromühit şirkətin özündə olan amilləri əhatə edir. Bu amillərə şirkətin işçiləri, mədəniyyəti və daxili prosesləri daxildir. Bu
Bu daxili elementlərin təsirini tanımaq uğur üçün güclü təməl yaratmaq üçün vacibdir. İşçilər şirkətin ən dəyərli sərvətidir. Onların bacarıqları, bilikləri və motivasiyası məhsul və xidmətlərin keyfiyyətinə birbaşa təsir göstərir. İnnovasiyanı təşviq edən və işçilərə səlahiyyət verən müsbət iş mühiti yaratmaq ən yaxşı istedadları cəlb etmək və saxlamaq üçün vacibdir. Şirkət mədəniyyəti işçilərinin inanclarını, dəyərlərini və davranışlarını formalaşdırır. Güclü, müsbət mədəniyyət işçilərin əhval-ruhiyyəsini yaxşılaşdıra bilər, məhsuldarlığı artıra bilər və müştəri məmnuniyyətini artıra bilər. İstehsal üsulları, ünsiyyət kanalları və qərar qəbul etmə strukturları kimi daxili proseslər də mühüm rol oynayır. Səmərəli və təsirli proseslər əməliyyatları sadələşdirə bilər, xərcləri azalda bilər və ümumi səmərəliliyi artıra bilər. 6-cı bölmə, nəticə, ətraf mühitin anlaşılmasının faydalarından istifadə. Həm makro, həm də mikro marketinq mühitlərini başa düşmək əhəmiyyətli bir üstünlük təmin edir. Şirkətlər bazar dinamikası, istehlakçı davranışı və rəqabət qüvvələri haqqında məlumat əldə edirlər. Bu bilik onlara məhsul inkişafı, qiymətləndirmə, paylama və təşviqat barədə məlumatlı qərarlar qəbul etməyə imkan verir. Ətraf mühit amillərini təhlil edərək, şirkətlər əlverişli şəraitdən istifadə etməyə və potensial riskləri azaltmağa imkan verən imkanlar və təhdidləri müəyyən edə bilərlər. Bu proaktiv yanaşma daha təsirli marketinq strategiyalarına, daha güclü müştəri münasibətlərinə və nəticədə daha böyük biznes uğurlarına səbəb olur.